Sizin evdə də belədir? Uşaq vaxtı evimizdə boş bişəndə yeməmək üçün min bir bəhanə axtarardıq. Bu bol vitaminli yeməyi yedirtmək üçün valideynlərimiz çox əziyyət çəkərdi. Lakin hardan bilərdik ki, böyüyəndə zaman gələcək, bu yemək bizim ən sevimli yeməyimizə çevriləcək. Bu vitaminli, bol vitaminli yemək qaldıqca daha da ləzzətli olur. Həm video çəkmək, həm yemək bişirmək çox çətin olduğu üçün sağ olsun qaynanam bu mövzuda mənə yardım edir. Öncəliklə tərəvəzlər ardıcıllıqla qızardılır, sonra ət, kartof və dəfnə yarpağı və eyni zamanda ətin öz suyu əlavə edilərək bişirilir. Biz borşu ən çox qatıq və mayonezlə sevirik. Və siz nə ilə sevirsiniz? Kanalımıza abunə olmağı unutmayın. Hələlik.